Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Burası İlmə. Bu verilişdə Türk tarixi boyunca yüksələn melodilərdən günümüzə gəlib çatan, hazırda aşıq musiqisi ilə tanınan kültürel mirasımızı yaşadanlardan bir xalq sənətçisinin həyatı və mənəvi mirasından danışacağıq. Bu axşam İlmədə Aşıq Məhəmməd Hüseyn Dehqan Urmiyə Aşıq Məktəbinin son böyük ozanı üçün bir aradayıq. Sazını və ömrünü xalqının sevgisinə adamış 91 illik bir ömrün xatirəsinə. İstəyirəm bir söz söyləyəm halına gözəllərin, dolanaydım həm sağına soluna gözəllərin. Qürrələnmiş buludatdan bir bölük xurşidim ah, zərrə salıb yaşır üstən alına gözəllərin. Zərrə salıb yaşır üstən alına gözəllərin. Aşıq Dehqan 1934 ilində Urmiyənin İqdir kəndində dünyaya gəldi. Həyatındakı ilk öyrətmən anası Mahdəbin idi. O, evdə öz-özünə aşıq mahnıları oxuyardı. Qulam Heydər, Seyyidi və Əhməd nağıllarını kiçik oğluna söyləyən bir ana idi. Dehqan deyir, 5-6 yaşındaydım. Anam əlimdən tutar, aşıqların çaldığı qəhvəxananın arxasına aparardı bizi. Pəncərədən səs gələrdi və mən orada bu saza vuruldum. Dehqan 8 yaşında saza toxundu. 15-də toylarda çalmağa başladı. Amma qədəri ayağını mərhum Kərbəlayı Qulamın qəhvəxanasına qoyduğunda dəyişdi. Çünki hər sabah orada Aşıq Fərhad çalardı. Urmiyə məktəbinin böyük ustası. Aşıq Fərhad hər şeyi sinə dəftərindən bilirdi. Dehqan deyirdi ki, bütün havaları, hekayələri, dəstanları, aşıq adabını ondan öyrəndim. Daha sonra Aşıq Musadan, Şoraşor kəndində Aşıq Əli Qırmızıbaşdan və biraz da Aşıq İbaddan faydalandı. Beləliklə, bu köklü müəllimlər Dehqanı illər sonra bu məktəbin təməl daşlarından və sütunlarından biri haline gətirdi. Dervişin 30 pustu var, her pustunda 8 tane bağlar. 366 günlerin alacağız, günleri destinde derayı bağlar. Elə gülləri dəstində dəlayı bağlar. Urmiyə Aşıq Məktəbi aşıq musiqisinin ən saf qollarından biridir. Bu məktəbdə balavan yoxdur. Hər şey saz, səs və şeir üzərindədir. Yüzlərcə məqam arasından 48 məqam bu məktəbə özgüdür. Həmasət, irfan,
əxlaq və insanlıq mövzularından mesajlar daşıyır. Bu məktəbin kökü İlk Qam adlı prototürk ozanlarından Türkmən baxşılarına və Azərbaycan ozanlarına qədər uzanır və minlərcə illik bu kəsintisiz sünnət və gələnə bu gün də çağdaş aşıqların dilində və sazında varlığını davam etdirir. Türk xalq musiqisi gələnəyində 4 təməl unvan tarix boyunca sıralı şəkildə görülür. Qam, baxşı, ozan və aşıq. Prototürk topluluqlarının erkən dönəmlərində musiqi icraçıları toplumsal həyatın bir parçası idi. Qamlar Türk toplumlarında dini ayinlər, şifa vermə ayinləri və şifahi olaraq mesaj çatdırmaq kimi görevləri eyni anda öhdələnən bir ictimai sinf olaraq ortaya çıxdı. Sonrakı dönəmlərdə bu rol baxşılara keçdi. Özəlliklə Türkmən topluluqlarında və Azərbaycanın bəzi bölgələrində kültürel irtibatlar, hekayə söyləmə və musiqi icrası baxşıların təməl görevləri idi. Ardından ozan unvanı yaygınlaşdı və kültürün, sözlü gələnəklərin və tarixi anlatıların aktarımı ozanlar tərəfindən sürdürüldü. Dədə Qorqud mətnlərində bu rol açıq şəkildə görülür. Aman elimizden de kılıcımızın kirmanı. Urmiya Aşıq məktəbi köklü bir keçmişə sahibdir və bir çox araşdırmacıya görə bu tarix ünlü ozan Dadaloğluna qədər uzanır. Qızılbaş və Əfşar türkləri də yüzillər boyunca bu gələnəyin mirasçıları olmuşdur. Bu məktəb Azərbaycanın qərb bölgəsində nəsildən nəsilə, sinədən sinəyə gəlib günümüzdə bizə miras qalmışdır. Dadaloğlu 1700-lərdən 1800-lərə qədər yaşamış Əfşar elinin ən tanınmış ozanlarından biridir. Köçəri türkmən həyatının igidlik ruhunun və elinin azadlıq arzularının səsi sayılır. Onun şeirləri yazılı ədəbiyyatdan çox sözlü ənənə ilə nəsildən nəsilə keçmiş və xalq hafizəsində qorunmuşdur. Aman dileme çayladıram avşar ellere. Acımasız gidenler birbirini aman arabalarına yakın. Gider Cezalanışan yollar bizimdir de. Arabalarına yakın. Heca vəznində yazdığı qoşma və gəraylılar Dadaloğlunun həm ustad aşıq kimi sənət gücünü, həm də Əfşar toplumunun sosial psixologiyasını əks etdirir. Dadaloğlunun yaradıcılığının mərkəzində Osmanlının köçəri tayfaları zorla məskunlaşdırma siyasətinə qarşı Əfşarların müqaviməti dayanır. Onun Fərman padişahınsa dağlar bizimdir mirası həm bu etirazın simvolu olub, həm də azadlıq ideasını Anadolu mədəniyyətində əbədi yerə çevirib. Şair öz elinin dərdini, qürurunu və azad ruhunu poetik bir dillə ifadə edərək, təhcə bir tayfanın sözcüsü deyil, bütövlüklə türklərin azadlıq duyğusunun simvollarından birinə çevrilmişdir. Bu məktəbin öndəgələn adları arasında Dollu Mustafa yer alır. Son illərdə isə Aşıq Fərhad, Aşıq Dərviş və Aşıq Dehqan bu musiqi məktəbini zirvəyə daşıyan ustalar olmuşdur. Ağqoyunlu və Səfəvi dönəmlərində
təsəvvüfün və Ələvi kültürünün etkisi ilə Aşıq adı öncəki unvanların yerini aldı və sənətin günümüzdəki şəkli ortaya çıxdı. Bu tarixi sürət çağdaş aşıq sənətinin təməlini oluşturur. Aşıq Məhəmməd Hüseyn Dehqan kimi sənətçilər bu qədim tarixin davamçısı olmuşlar. Aşıq Dehqan sadəcə bir musiqi icraçısı deyildi. Yaşayan bir kültürel hafizə xəzinəsi idi. On minlərcə beyt, onlarca dəstan, hamısı əzbərində idi. 24 il Urmiyə radiosu ilə çalışdı. Dünyanın 20-dən çox ölkəsində səhnə aldı. Türkiyə, Azərbaycan, Almanya, Fransa, Çin, Sued, hətta Latin Amerika ölkələri. Dünyanın aşıqları arasında 3 dəfə birincilik aldı. Quzey Azərbaycan Cumhuriyyətindən aşıq sənəti iftixarı doktorası, 10 il yarışma davərliyi və yetişdirdiyi 20-dən çox öğrenci bugün onun yolunu yaşadır. Ya hey. Yalvardım dedim tabibe derdime deva nedir? Yalvardım dedim tabibe derdime deva nedir? Dedi get bul mahbubunu, göy necə seyranedir. Siyah zifler ember ovşanı, her biri bir yanedir. Serrafıdan lal istesen, arif olsa tez döner. Ver gövher xaridarına, o biler ne danedir. Gövher ver xaridarına, o biler ne danedir. Aşıq Dehqanın bir çox əsərində vətən, millət və yurda sevgi hər zaman gözə çarpır. Bu, 44 günlük Qarabağ savaşında da özünü göstərib və Aşıq Dehqan şagirdlərindən biri ilə bərabər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan üçün bir əsər də icra etmişdi. Bu icra onun millət, kimlik və vətən qonularına dərin baxışının bir göstərgəsidir. Yalancı dünyasılar yöneteni çok yaşasın Erdoğan'ı. Başın canından geçeni çok yaşasın Erdoğan'ı. Türk dünyasına yol atan çok yaşasın Erdoğan'ı. Başının canından geçen dedim dayla. Elimizde olsun bu dünyaya, Karabağ'ı azat ettik. Ama Türk milleti gelmez sahaya, birbirini biz şad ettik. Türk milleti gelmez sahaya, derdine. Da vaqiən soğuk ki Erdoğan'ı yad elədim, çok şüməhli elədi. Bəli, müjdə olsun bu dünyaya, Qarabağı azad etdik. Qarabağ Azərbaycanın gözüdür. Şəhidlərimizin ruhu şad olsun. Türk milləti gəlməz saya, bir-birini şad etdik. Gün eyledin sence kalmadı düşmanın rengi. Bəh, 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 bəh. Amma ilhama verdin üreci, çok yaşasın Erdoğan'ı. İlham
yaşasın Erdoğan'ı. 44 gün eylədin cəngə, qalmadı düşmanın rəngə. İlhama verdin ürəyi, bəli. İlhama verdin Erdoğan ürəci. çox yaşasın Erdoğan. yaşasın Erdoğan'ı ad elədin, bəs Erdoğan'dan deyim. Elə Recep Erdoğan var olsun, ilhamı baxuda yer olsun. Kardeş Recep Erdoğan var olsun, ilhama huda yer olsun. Ama düşmanın gözü ter olsun, arzuların berbat ettik. Düşmanın gözü kör olsun, alım derdine. Arzuların berbat ettik, arzuların berbat ettik. Bəli, Recep Erdoğan var olsun, ilhamı huda yer olsun. Allah Heydər Əliyevə da rəhmət eləsin atasıydı. Aman düşmanın gözü ter olsun, arzuların berbat ettikçe Qarabağı aldı. Yaladı çırağında Azerbaycan'ı, iki kardeş elbi alana. Heydər olursan ilhamcan, tarif de aşık deykane. Bəh bəh aşık Dekana canım qurban. Heydər Oğlu sen ilhamcan alım derdine. Tərifdir aşık Dekane, tərifdir aşık Dekane. Elə Azərbaycanı qorxmaz qanlanı, topraq üstə geçər canlar. Elə Hüseyin tərifdir bu dehqanlar, zəfər günün yadı yadık. Bana Hüseyin tərifdir dehqanlar, alım derdine. Zəfər günün yad eylədik, zəfər günün yad eylədik. Azərbaycan qorxmaz qamdan, topraq üstə geçər candan. Hüseyin tərif dedik qamdan, ustadımdan əlbir ol. Aman zəfər günün yad eylədik. Ustad qutaydı sözlərimizi. Sözüm var Azərbaycana. Azerbaycan'da yaşayanlar sağ olsun. Bir Azər 1404 tarixi Urmiyə, Azərbaycan və hətta Türk dünyası üçün hüzünlü bir gündür. Azərbaycanın ən böyük aşıqlarından biri bu gün səssizliyə qarışdı. Onun bədəni Bağırizvan məzarlığında torpağa tapşırıldı. Batı Azərbaycan Kültür və Sənət Birliyi Aşıqlar Kanununun məsulunun dediyinə görə, Aşıq Dehqanın dəfn mərasimində heç bir rəsmi məqam yer almamış, törən gözlənilməz bir səssizlik içində getirilmiş. Bu, həyatını sənətə adamış insanın aramızdan ayrılışı, sahib olduğu sənətin dəyəri və tanınmışlığına baxmayaraq səssiz və kölgədə qaldı. Bu hüzünlü görüntü İranda Azərbaycan türk kimliyi, kültürü və dili üçün çalışan, ömrünü qoyan və bu kültürə və mədəniyyətə aid varlıqları yaşadan insanların məzlumiyyətini göstərir. O, xalqına bağlı və vətənsevər bir sənətçi idi. Xalqının və yurdunun dərdini dərindən hiss edərdi. Bir müsahibəsində Urmiya gölü haqqında bir hekayə yazdığını söyləmiş, ancaq
bütün bu sevgisinə və əməyinə baxmayaraq maddi durumunun yaxşı olmadığından dəstanı deyə bilmə imkanı olmadığını demişdi. Burası ilmə idi. Urmiyənin son böyük qopuz ustası Aşıq Məhəmməd Hüseyn Dehqanın xatirəsinə Araz News radiosunun tərəfindən hazırlanmışdır. Ruhu şad, yolu davamlı olsun. Bir sonraki proqramda görüşmək ümidi ilə əsən qalın.